bülbül güle naz eylir. Yine gelip yaz ayları bülbül güle naz eylir. Sevirem sözün demeye, sevirem sözün demeye. Dodak dilen naz eylir, dodak dilen naz eylir, dodak dilen naz eylir. Müasir aşıqlıq ənənəsinin davamçılarından olan Şirvan aşıq mühitinin görkəmli nümayəndəsi 50 illik sənət fəaliyyəti ilə bu ağır yükü çiyinlərində daşıyıb, aşıq sənətinin incəliklərini özünə məxsus formada xalqımıza sevdirən, daim ifası ilə qəlbləri, könülləri oxşayan əməkdar mədəniyyət işçisi, fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq Sənəti Kafedrasının məsləhətçi professoru Aşıq Əhliman Rəhimovun 70 illik yubiley tədbirinə xoş gəlmisiniz. Əhliman Rəhimoğlu Rəhimov 9 mart 1955-ci ildə Ucar rayonunun Bərgüşad kəndində dünyaya göz açıb. Hələ uşaqlıqdan şeir, sənət və ustadlar haqqında söhbətlərə saatlarla qulaq asmaqdan doymazdı. Ətraf kəndlərin hansında Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Fərhad, Aşıq Pənah, Aşıq Məhəmməd ağa çalıb oxuyurdusa, Əhliman özünü o məclisə yetirirdi. Ustad sənətçilərin söylədikləri sirli, sehirli, nağıl və dastanları yaddaşına köçürməyə çalışar, saz havasını nəfəs kimi udardı. Əhlimanın duyğuları Böyük Füzulinin ustad hesab etdiyi, Həbibinin doğulduğu Bərgüşad kəndi gözəl təbiətindən qidalanıb. Şirin nəğmələri ilə qəlbləri fəth edən Aşıq Əhliman Rəhimovun sənətinin gücü həm də sadə, təvazökar və təbii danışığında səmimi insani münasibətindədir. Aşıq Əhliman özünün açdığı cığırla gedən el sənətkarıdır. Oxuduğu qoşmalar, gəraylılar, müxəmməslər, təclislər, hamısı sazın qəlbləri ofsunlayan cingiltisi ilə gözəl səsinin sehrinə qarışır. Əslində haray qoparan, cansız taxta parçası və yaxud ona bənd edilmiş simlər deyil, aşığın yanar qəlbinin səsidir. Sənətkar xalqa xidmət edir, sənətkara isə qiyməti xalq verir. Aşıq Əhlimanı duyan, könüllərdən xəbər alsa, kəlmələr kifayət etməz onun haqqında danışmağa. Onun sənətinin vurğunu təkcə ekran qarşısında onu izləyənlər, el şənliklərində, konsert salonlarında çıxışını səbirsizliklə gözləyənlər deyil, 20 ildən artıq çalışdığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində onlarla yetişdirdiyi tələbələr də canlı şahid olaraq aşıq sənətinin incəliklərini həm Aşıq Əhlimandan yiyələnib, həm də heyranlıqla onun sənətinin sehrinə düşüblər. Məhz bugün bu konsert salonunda Əhliman müəllimin vaxtı ilə tələbələri olan və günümüzdə müəllim adını qürurla, şövqlə daşıyan musiqi və incəsənət məktəbləri müəllimlərinin zəhməti ilə pöhrələnən çıxış edəcək şagirdlərin ifalarını dinləyəcəyik. Bu bir baxımdan da vaxtı ilə tələbə olan, indi isə müəllimlik peşəsinə yiyələnən müəllimlərin öz ustadları qarşısında Ustad Aşıq Əhlimana hesabatı kimi də dəyərləndirilə bilər. Bəli, məhz ustadın 70 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərdən biri də bugünkü Bu Torpaqdan Danış Sazım adlı tədbirimizdir. Aşıq Əhliman daima vətənə, elə, obaya, xalqa bağlı sənətkardır. Doğma yurdun hər bir bölgəsində keçirilən tədbirlərdə, el şənliklərində öz ifası ilə insanların qəlblərini fəth etmişdir. Və Aşıq Əhliman sənətinə dövlətimizin qayğısı da yan keçməmişdir. Aşıq Əhliman 17 sentyabr 2007-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə əməkdar mədəniyyət işçisi fəxri adına layiqdir. 29 dekabr 2021-ci ildə isə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında xüsusi xidmətlərə görə Aşıq Ələsgər 200 yubiley medalı ilə təltif olunur. 70 illik yubiley münasibəti ilə sənətkarı ürəkdən təbrik edir, ona can sağlığı arzu edirik.
Səhnəyə əməkdar elm xadimi, dövlət mükafatı laureatı, filologiya elmləri doktor, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri, folklorşünas Məhərrəm Qasımlı dəvət. Başda Ustad Əhliman Şirvanlı olmaqla hamımızı xoş gördük. Bugün çox dəyərli bir mərasimə cəm olmuşuq. Bir neçə səbəbdən bu mərasimi mən xüsusi dəyərləndirirəm. Birincisi odur ki, üzü nur, sözü nur bir ustadla görüşə gəlmişik. Onun 70 illiyini mübarəkləməyə gəlmişik. İkinci səbəb də odur ki, çox nadir hallarda özünü göstərən ustad-şagird ənənəsi bugün burada gerçəkləşmiş olur. Aşıq Əhliman buradadır, onunla bərabər çalışan müəllimlər də buradadır və buraya indi görəcəksiniz dəstə-dəstə gənclər gələcəklər. Onlar şagirdlərdirlər. Yəni ustad qarşısına şagirdlər çıxacaqlar və ustadın öyrətdiklərini, ustaddan öyrəndiklərini ortaya qoyacaqlar. Bu çox qiymətli və dəyərli bir məqamdır ki, ustad öz zəhmətinin, əməyinin bəhrəsini görmüş olacaq və ondan qürur duyacaq. Hamımız bir yerdə qürur duyacağıq. Aşıq Əhliman Şirvanlı şübhəsiz ki, böyük bir ocağın içərisindən çıxıb, Şirvan aşıqlıq ocağının içərisindən çıxıb. Bu ocağın başında böyük ustad Mirzə Bilal dayanır və ondan sonra bir çox nəhəng simalar olubdur və yaxın keçmişdə tanıdığımız Aşıq Şakir Hacıyevi, Aşıq Məmmədağa Babayevi, Aşıq Əhməd Rüstəmovu, Aşıq Fərhad Ucarlını dinləyib, onlardan Aşıq Əhliman çox şeyləri öyrənib və özü də kamil bir ustad kimi ərsəyə gəlib. O vaxtı ilə mənim yanıma gəlmişdi, mən Elmlər Akademiyasında Ədəbiyyat İnstitutunun direktor müavini idim və folklor şöbəsinin rəhbəri idim. Mövzu götürmək istəyirdi və biz düşündük ki, Aşıq Şakirin irsini araşdırsın. Mən istəyirdim, ümumiyyətlə Şirvan aşıqlığında bir çox istiqamətlər, o cümlədən Şakir araşdırılsın. Şakirlə bağlı çox dəyərli bir iş yazdı, müdafiə elədi və zaman içərisində bütün tədris fəaliyyətində, mədəni fəaliyyətində gördüm ki, Əhliman həqiqətən öz sənətinə, öz belə deyək ki, mənsub olduğu mədəniyyətə çox dərindən bağlıdır. Qeyrətkeş və qədirşünas kimi bağlıdır. Mən həmişə onu doğrudan da bir qeyrətkeş aşıq kimi və qədirşünas aşıq kimi görmüşəm. Xatırlayıram, yaxın keçmişdə, bəlkə də çox da yaxın deyil, amma məncə yaxındır. Əhməd Rüstəmov sağ idi, böyük ustadımız. Biz Kürdəmirə getmişdik, Aşıq Əhlimanla, Əhliman ustadı ziyarətə getdi mənlə birlikdə. Və o çox yaşlı və belə də xəstə hal idi. Bununla bərabər Əhlimanın onu ziyarətə gəlməsi qədirşünaslıq baxımından ustada böyük ruh vermişdi. O mənada bugünkü bu görüş də böyük bir qədirşünaslıq örnəyidir. O adamın ki, özü də qədirşünasdır. Qədirşünasın qədirşünaslığı bugün ortada. Ona görə sizin hamınıza təşəkkür edirəm. Buradakı tələbələrlə, şagirdlərlə birlikdə. Bu unudulmaz bir görüşdür. Mənə elə gəlir ki, televiziyamızda bunu yayınlayacaq. Burada bir çox məqamlar tarixin yaddaşına qızıl hərflərlə yazılacaq. Əhlimanla bağlı bir neçə məsələni də ayrıca deməliyəm. Birincisi, Aşıq Əhlimanın repertuarı çox dəyərli bir repertuardır. Şirvan aşıqlığının həm musiqi repertuarını, həm də söz repertuarını əsl ustad kimi yaşadı və sinəsində daşıdı, özündən sonraki nəsillərə təqdim elədi. İkincisi də Aşıq Əhliman bir yaradıcı sənətkar kimi həm havalara, Şirvan havalarına özünə məxsus melodik çalarlar əlavə elədi. Həm də bir çox mahnıların özünə məxsus ərsəyə gəlməsində rol aldı. Şirvan gözəlləməsi hamımızın tanıdığı havadır və sevdiyimiz havadır. Aşıq Şakirdən üzü bəri, Bala Nərgizdən beri hamının sevdiyi bir havadır. Amma Əhliman öz şeirinlə ona yeni bir nəfəs gəltirdi. Yenə gəldi yaz ayları, gül bülbülə naz eləyir. Bu sözlərlə böyük bir özünə məxsus canlanma yaratdı. Ustadlıq budur. Yəni, ənənəni də qoruyur, ənənəyə yeni nəfəs də verir. O mənada
Əhlimanın sənəti mənə elə gəlir ki, uzun bir zaman Şirvan aşıqlığının yolunu tutan gənclər yeniyetmələr üçün bir örnək olacaq. Mən böyük ustadı bugün salamlayıram. Biraz da təəssüf hiss eləyirəm ki, yaşın 70-i əslində mübarək bir yaşdır. Bu yaşda ustad gəlib öz sözlərini və mahnılarını yenə də canlandıra bilərdi. Könlümüzdə, qulağımızda, ruhumuzda var, amma özü də canlandıra bilərdi. Amma səhət çox da sözə baxmadı, heç mənimki də çox da sözümə baxmır. Və Əhlimanı yenə də biz gözümüzdə, könlümüzdə o cür görür, dəyərləndiririk. Bizim üçün Aşıq Əhliman üzü nur, sözü nur bir ustaddır. Qoy onun üzünün, sözünün nuru heç zaman əskik olmasın. Ustadı ürəkdən salamlayırım. Var olun. Beləliklə konsertimizə başlayırıq. Ofşarı, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbi, Cəngiz Sazçı folklor qrupu, Nuran Məhərrəmov, Röyal Məmmədov, Səməndər Qurbanzadə, İlkin İskəndərov, Alı Aliyev, Tunar Qurbanlı, müəllim Nurlan Məmmədli.
Orta Sarıtel, Məmmədli Əkbər, Georgi Şarayev adına 35 nömrəli 11 illik musiqi məktəbi, müəllim Anar Alnağıyev. Orta Şəşəngir, Hüseynov Elcan, 37 nömrəli Uşaq Musiqi Məktəbi, müəllim Səməd Davudov. Çoxdandır ki sorağını almıram, çoxdandır ki sorağını almıram. Yarə, mənim o dilbərim necə oldu? Yarə, mənim o dilbərim necə oldu? Sübhə qədər rahat yuxu yatmıram, sübhə qədər rahat yuxu yatmıram. Yarə, görən o dilbərim
dilbərim net oldu yarəm görəm o dilbərim net oldu. Ağır gözəlləmə Gülarə Əliyev adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi Saz ansamblı. Cəfərov Elmir, Qələndərli Elmir, Nəzərova Ayşə, Hüseynzadə Nihat, Kəlilzadə Hüseyn, Səfərli Yami. Müəllim Turan Məmmədov. Yanıq Kərəmi, Əzizli Elnar, Georgi Şarayev adına 35 nömrəli 11 illik musiqi məktəbi. Müəllim Anar Alnağıyev.
Şirvan şikəstəsi, Dadaşəliyev Murad, Georgi Şarayev adına 35 nömrəli 11 illik musiqi məktəbi, müəllim Anar Alnaveyev. Deyirəm Allah sənə xoş günlə yaradıb. Kamana bənzəlib qaşı bəxtə var aman aman aman. Deyirəm ala gözlərinə söz ala bilmez. Alay gözlerine söz alabilmez. İnciden düzüldü dişi bəxtə ver neyney. Neyney, neyney aderdin aldın. Neyney, neyney aderdin aldın. Kızım aderdin aldın, aderdin aldın. Deyirəm görən gündən sənə heyran olmuşam. Ay aman, ay aman, ay aman, ay aman ey. Görən gündən sənə heyran olmuşam. Məcnun, ay aman, ay aman, ay aman, ay aman ey.
Gel dök ətəyindən daş bəxdə var, əzim dağda nə var? Bəhərsiz ay dağda nə var? Məzlum xəyallı könlüm, ay məzlum xəyallı könlüm, Leylasız dağda nə var? Neynək? Neynək, neynək adətini aldım, neynək, neynək adətini aldım, adətini aldım. Ay mənəm sənin xumar gözlər qurbanım, ay canım ey, rəngi sənin yanağının nasıl güzel təcrüdə var. Rəngi sənin yanağının nasıl güzel təcrüdə var. Şirinliyin söhbətin hansı ağızdadı da var, hansı ağızdadı da var, hansı ağızdadı da var, hansı ağızdadı da var, hansı ağızdadı da var. Səncirəndə dona dona tavuk qalır yana yana. Səncirəndə donan dona tavuk qalır yana yana. Sənin kimi gözəl sonar, sənin kimi gözəl sonar, hansı dəryada gövdə var, hansı dəryada gövdə var, hansı dəryada gövdə var, hansı dəryada gövdə var. Qaraqaşın kaman yayır, göydə heyran edir ayır. Qaraqaşın kaman yayır, göydə nişan edib ayır, göydə nişan edib ayır, göydə nişan edib ayır. Sənin tək ceyranın tayır, sənin tək ceyranın tayır, hansı səhrada çöldə var, hansı səhrada çöldə var, hansı səhrada çöldə var, hansı səhrada çöldə. Sənin tək ceyranın tayır, sənin tək ceyranın tayır, hansı səhrada çöldə var, hansı səhrada çöldə var, hansı səhrada çöldə. Sənin tək ceyranın tayır, ay hansı səhrada çöldə var, aman 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 aman, aman ay aman aman aman, ay canım ey. Şaxsevəni, Tarıyeva Nəsli, Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbi, müəllim Anar Alnağıyev.
Şirvan Gözəlləməsi, Saz Ansamblı, 37 nömrəli Uşaq Musiqi Məktəbi, Orucova Fidan, Quliyeva Zəhra, Gülməmmədova Esmira, Ataşova Fatimiyə Zəhra, Məhərrəmova Fatimə, müəllim Səməd Davudov. Bahar gelip yaşım dolu gelin nazlana nazlana. Bahar gelip yaşım dolu gelin nazlana nazlana. Sevincini bizim eyle, sevincini bizim eyle. Nazlana nazlana, böyle nazlana nazlana. Gelin nazlana nazlana, gülür nazlana nazlana. Çırak yurdumun düzüne, çırak yurdumun düzüne, düşey ceylanın düzüne, düşey ceylanın düzüne. Korkma adamın üzüne, korkma adamın üzüne, gülür nazlana nazlana, gülür nazlana nazlana. Gelin nazlana nazlana, gülür nazlana nazlana. Çəkili baharın nazı, bülbüllərin xoş havası. Çəkili baharın nazı, bülbüllərin xoş havası. Əhliman götürüb sazı, əhliman götürüb sazı. Çalır nazlana nazlana, çalır nazlana nazlana. Gəlin nazlana nazlana, gülür nazlana nazlana. Gəlin nazlana nazlana, gülür nazlana nazlana. Gəlin nazlana nazlana, gülür nazlana nazlana. Dilqəmi, İsmaili Ülvi, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi, müəllim Turan Məmmədov. Bilinməyir nə əvvəli, nə sonu, qoca deyil, qocamandır bu dünya. Başdan başa müəmmadır, sehirdir, yerdir, göydür, asimandır bu dünya. Sayan deyil, işarəti, göz qaşı, öz qanunu, öz məhəngi, öz daşı. Ağladanda özü boyda, göz yaşı, güldürəndə gülüstandır bu dünya. Əhlimanam, ömrüm günüm tələsir, sinəm üstə alov gəzir, od əsir. İstəyəndə asıb kəsir, quy esir,
İnsan dəndir, dəyirmandır bu dünya. İnsan dəndir, dəyirmandır bu dünya. Baş Dübeyti, Elvin Axundov, Allahverdiyev Yusif, Yusubov Qurban. Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi. Müəllif Elvin Axundov.
danış sazım. Vatanınsan düşme heyler, Atalımsan düşme heyler. ayrılma çobandan neyler. Ay aman aman, ay aman aman. Ay aman aman, ay aman Biraz yerden, biraz göğden, Biraz yerden, biraz köyden. biraz haktan danış sazım, danış sazım. Danış sazım, danış sazım. Elçi xana dara düşsen, Elçi xana düşsən, İmrana dara düşsen, dara düşsen, dara düşsən, dara düşsən. Kahramandan hara düşər, kahramandan ey hara düşsən, bu torpaqdan danış sazım, 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 danış sazım. Çox sağ olun. Hamınıza təşəkkür edirəm. Allah Əhliman müəllimin canını sağ eləsin. O bizə tək müəllim yox, həm də bir valideyn olur. Eyni zamanda Məhərrəm müəllim də onun kimi, Fəzəli müəllim, digər müəllimlər. Allah hamınızı canını sağ eləsin. Şəqai Gəraylı, Muradov Məhəmməd, Georgi Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbi, müəllim Alar Almaviyev. Məndən tez-tez küsən dilbər. Məndən tez-tez küsən dilbər. Küsməyində qaydası var. Küsməyində qaydası var. Ay dərdin alım, ay dərdin alım. Sev
Sevip sevilmek sevaptır. Sevip sevilmek sevaptır. Küsmeyin ne faydası var? Küsmeyin ne faydası var? Ayda din alım, ayda din alım. Sevirsen ol yar aşığı, koyma intizar aşığı, etme elde zar aşığı, her günün öz şidası var. Ehliman da sevir seni, Ehliman da sevir seni, unutuptur derdi gami, derdi gami, derdi gami, derdi gami. Yüreğinde senin kimi, yüreğinde senin kimi, bir güzelin sevdası var, bir güzelin sevdası var. Ay derdin alım, ay derdin alım. Yüreğinde senin kimi yapalan, bir güzelin sevdası var, bir güzelin sevdası var. Şakir gözəlləməsi, saz ansamblı, 37 nömrəli Uşaq Musiqi Məktəbi, Uğurluyev Şahin, Həsənov Fuad, Əlizadə Hüseyin, Şirinzadə Əvəz, müəllim Səməd Davudov, Sahib İsmir.
Ruhani, Sərdarov Sadiq, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi. Müəllim Turan Məmmədov. Sənətinə heyran qoyub, dünyanı aşıq əhliman. Sinə dəftər edib neçə, dastanı aşıq əhliman. Düşsə də alova oda, çatıbdır şöhrətə ada. Tanıdıbdır bu dünyada, Şirvanı aşıq əhliman. Əzizidir bu ellərin, avazı şirin dillərin, çox intizar könüllərin, dərmanı aşıq əhliman.
Cəlili, Sadıqlı Yusif, Georgi Şarayev adına 35 nömrəli 11-lik musiqi məktəbi. Müəllim Anar Alnağıyev. Yaxşı tanıyıram ey pək səni. Yaxşı tanıyıram ey pək səni. İnsan ağladı güldürəndə sən, güldürəndə sən. Nazıyla oynayıb bir uşaq kimi, nazıyla oynayıb bir uşaq kimi, vaxtı çırağını söndürəndə sən, söndürəndə sən. Heç kəsi görmədim amansız ahsız. Heç kəsi görmədim amansız ahsız. Yaradandan oldun belə vəfayasız ey, belə vəfayasız ey. Neçə cavanları haksız günahsız, neçə cavanları haksız günahsız, vaxtı yetişməmiş öldürəndə sən, öldürəndə sən. Ah yirey, oxumuşam tarix filindərindən, neçə şahlar oyatmışam yerindən. Alay lay, alay lay, balam aleylik, gedən aleylik, gedən aleylik, eri ceyranım. Əhlimanın adın can dəftərindən, əhlimanın adın can dəftərindən, neçə cavanları sildirəndə sən, sildirəndə sən. Orta Mühəmməd Saz ansamblı 34 nömrəli uşaq musiqi məktəbi. Mehdiyev Toğrul, Oruc Oxtunar, Bayramlı Xosrov, Abdullayev Musa, Hüseynzadə Sahib. Müəllim Şəmistan Məmmədov, Sahib İsmiyev.
Döymə Kərəmi, Babaşov Murad, 37 nömrəli Uşaq Musiqi Məktəbi, müəllif Sahib İsmiyev. Meyrem aşkım ve saz götürüp el gezen, danıştığı sözün mal gereydi. Ney ney, ney ney, ney ney atardın aldığıma gözleri karayey. Serhat meydanında yıkılma vakti, Meyrem Serhat hey meydanında yıkılma vakti. Mindiği çəherin nal gereydi. Ney ney, ney ney, ney ney adırdın aldığıma gözleri karayey. Meyrem eyleşenler ibret alsın sözünden, söz okuyla kuşu vursun gözünden. Aman 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 vay aman aman ey. Herkesi tanısın bakıp üzünden, herkesi tanısın bakıp üzünden. Hamının derdinden hal gereydi. Hamının derdinden hal gereydi. Ney ney, ney ney, ney ney ad derdin aldığıma gözleri karayey. Kamil ustadlardan dersin almalı, bulut kimi boşalmalı, dolmalı. Sobanın yanında çoban olmalı. Ziyalıyla o ziyalı gerekti, ziyalıyla o ziyalı gerekti. Başla papağı, doğrula bilmişse başla papağı. Aşığın ey göyden yerlere, gelende melekler gelir. Onu hiç göz görebilmiş. Bu bana küllerden gelir. Doğrula bilmirsen başla papağı. Hamının derdinden hal gerek.
Kamil ustadlardan dersini almalı. Bulut kimi boşalmalı, dolmalı. Aman 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 aman. Çobanın yanında çoban olmalı. Ziyalıyla o ziyalı gerek diye. Ziyalıyla o ziyalı gerek. Ney ya derdin aldığım ay gözleri karayı. Sevgilim güleriz olsun kaldı dolar hasız dolar. Dolarlar sözsüz olsun ballı dolar basız dolar. Dolarlar sözsüz olsun ballı dolar basız dolar. 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 Yanağının halı gerek, perverdinden halı gerek. Hükümdürmüş halı gerek, hükümdürmüş halı gerek. Şallı dolar, şalsız dolar, şallı dolar, şalsız dolar, şallı dolar, şalsız dolar. Şallı dolar, şalsız dolar, şallı dolar, şalsız dolar. Kudadan budur dileğim, benden üzmesin bileğim. Kudadan budur dileğim, benden üzmesin bileğim. Gelsin ben diye çöyneyin, gelsin ben diye çöyneyin. Dollu dolar, golsuz dolar, dollu dolar, golsuz dolar. Dollu dolar, golsuz dolar, golsuz dolar. Yenə gəlib yaz ayları bülbül gülə naz eləyir. Yenə gəlib yaz ayları bülbül gülə naz eləyir. Sevirəm sözün deməyə, sevirəm sözün deməyə. Dodaq dilə naz eyləyir, dodaq dilə naz eyləyir, dodaq dilə naz eyləyir.